Salam dostlar, bugün dördüncü sualımızı izah edəcəyik. Keçək dördüncü sualımıza. Aha, Deməli, ə, deməli, okey. Deməli deyir, ə, öz yazdığı əsəri oxuyanları gətirin. Okey, mən belə başa düşdüm. Cədvələ də baxsaq, deməli, autor ID-yə baxaq. 4, 4, 7, 7. Bəli. Aha, düzgün demişim. Sonra yenə də Azərbaycan dilinə çevirək. Okey, daha başa düşək. Öz məqalələrinin ən azı birini görən bütün müəllifləri tapmaq üçün bir həll yazın. Yüksələn qaydada sıralanmış nəticə, yəni order by demək istəyir. Cədvəlini qaytarın. ID. Baxaq cədvəlimizə. Deməli, autor ID, hə, ID deyə qayıdıbsa, deməli burada alias veribdir. Okey, mən başa düşdüm. İndi yazaraq sizə də izah edək. Select bizdən demək istəyir ki, bunu bu ID-lərə verəcək. Və bu ID aşağıdakı ID-dir. Amma görürsüz, adlar fərqli. Belə yazırıq. Ha? As deməli bizdən nə istəyib? ID istəyib. Okeymi? Bu da aydındır. Keçdik from. From. Baxın, bu author ID-ni ID deyə verəcək bu as işləmi. From view cədvəli, views. Deməli bizdən nə istəmişdi? Bununla bunu oxuyan, yəni bunlar bərabər olan. Bir dənə düşünək görək bununla bunu necə bərabərləşdirə bilərik? Bəli. Beyninizdə düşündüyünüz kimi bunu bağışlayın, kopyalamadım. Bunu bərabər edəcək buna. Yəni cədvəldən göründüyü kimi. Yəni bu əsərin yazısının deməli ID-sidir. Bu da oxumanın ID-sidir. Deməli bunların deyib bərabər olduqlarını tap. Bunu yazdıq. Sonra nə deyirdi burada? Bir dənə baxın, yüksələn qaydada sıralanmış. Yəni bu order by demək. Order by nəyi verməliyik biz? ID-ni yüksələn formada A, C, C yazırıq. Yəni buna böyük hərflə izah. Yəni böyük yazmadım. Belə daha səhv görürsən. Ümumiyyətlə bir də sorğunu izah edeyim. Deməli, bizdən deyir ki, bu ID çıxsın, amma ID adı ilə as ID yazdıq, from views. Bu cədvəlimizdir. Aha, bizdən deyirdi ki, öz məqalanın ən azı birini görən, ən azı birini. Yəni baxın, görən 7 7-dir, 4 4-dür. 4 4 4 4 bunlardır. Bunlar eyni şeydir. İndi sorğun işlərində yenə səhv verəcək, mən sizə deyəcəm. Aha, bir dənə işlədək görək işləyəcəkmi? Səhvi indi işlədim, deyəcəm sizə səhv nədir, burada yazdım. Səhv cavab gəldi. Niyə? Baxırsınız, burada 4-lər 2 dənədir və eyni şey yazılıbdır. Yəni bunlar da burada bir distinct əməli olmalı ki, ID-si yalnız bir dənəsini götürsün. Distinct eyni olanlardan yalnız birini götürür. Burada distinct yazırıq. Author ID as ID. Aha, indi bir də yoxlayaq. Gördünüz, qaydasındadır. 4 artıq bir dənə çıxdı, 7-dən bir dənə çıxdı. Göndərək. Qaydasındadır. Baxaq başqa həllərə də gör necə yazıblar. Aha, belə də yaza bilərsiniz. Yəni burada böyük bir fərq yoxdur, sadəcə cədvəllərə ad veribdir. Bu qədər. Təşəkkür edirəm izlədiyiniz üçün. Çox sağ olun.